Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə Cavalıdan göyəmdən çox gözəl rəngi olan, dadı möhtəşəm palçıq turşusu resepti paylaşacağım. Bunun üçün 2 kiloqram meyvədən istifadə edəcəm. Burada cavalı və göyəmin qarışığıdır. Hər ikisini ayrı-ayrılıqda da bişirmək olar. Bir yerdə qarışdırıb da bişirmək olar. Sizin zövqünüzə görədir. Üzərinə armudu stəkan başı 2 barmaq əski olmaqla adi soyuq su tökürəm və ocağa yerləşdirirəm. Ara bir qarışdırmaqla meyvələrin əzilməsini gözləyəcəm. Qapağını da örtürəm ki, bu proses daha tez başa gəlsin. Və meyvələr artıq yumuşalıb. Buna görə də mən kartof əzənin köməyi ilə bir qədər onları əzdim. İstərsəniz qaşıqla da edə bilərsiniz və ya heç əzməyə bilərsiniz. Kənarından yaranan köpükləri də yığıram. Tam təmiz yığmıram, yəni lazım olduqca, çoxaldıqca yığıram ki, rəngində heç bir fərqlilik yaratmasın. Kartof əzənlə əzdikdə mənə elə gəlir, işim daha asanlaşdı. Həm aşüzəndən keçirməkdə rahatlaşdı, həm də ki, meyvələrin tumu, qabığı rahat ayrıldı. 30 dəqiqənin sonunda qazanı ocaqdan götürüb aşüzənə əlavə edirəm. Elə isti-isti. Əvvəlcə belə hissə-hissə əlavə etdim. Daha sonra hamısını birbaşa əlavə etdim. Və qarışdıraraq əvvəlcə suyunun getməsini gözlədim. Bir qədər də ilıqlaşmağa başladı. Demək olar ki, soyudu, elə qarışdıra-qarışdıra. Daha sonra əlimlə bu şəkildə aş-süzənə sürtə-sürtə tamamilə tumlarından və qabıqlarından ayırdım. Əslində blenderdən də keçirmək mümkündür, amma mən blenderə zərər gəlməsin deyə bunu etmədim, heç yoxlamamışam. Əgər yoxlamısınızsa, necə alındığını rəylər bölməsində də yaza bilərsiniz. Alınan məhlulu təkrardan qazana əlavə etdim. Üzərinə 2 yemək qaşığı şəkər tozu və 2 yemək qaşığı duz əlavə edərək qarışdırıb ocağa yerləşdirəcəm. Mən turşu duzundan istifadə etdim, hər zaman olduğu kimi. İri duzdan istifadə etsəniz yaxşıdır. Ocaqda da qaynara düşdükdən sonra tez-tez demək olar ki, qarışdırdım, amma bu dəfə qapağını örtmədim. Kənarına yığılan köpükləri də qaşıqla götürdüm. Rənginin daha gözəl olması üçün çay qaşığının ucunda limon duzu da əlavə edib qarışdırdım. Və biraz daha rəngi açıldı. Tez-tez qarışdırdıqda dibi yapışmır. Bişib-bişməməsini yoxlamaq üçün boşqaba bir qədər kütlədən əlavə edirəm. İlk istiliyi gedəndən sonra ortasına belə xətt çəkirəm. Əgər kütlə bir-birinə birləşirsə, o zaman hələ hazır deyil. Təkrar 6-7 dəqiqə qaynadıb yenidən qaba əlavə edirəm. 1-2 dəqiqə kənarda gözlətdikdən sonra yenidən barmağımla ortasına xətt çəkdim və gördüyünüz kimi artıq bitişməsi çox zəifləyib, demək olar ki, yoxdur. Deməli, bizim turşumuz hazırdır. Ocaqdan götürdüm. Onu deyim ki, mən ikinci dəfə qaynadanda yenidən 25 dəqiqə ərzində qaynatdım. Bu sizin ocağınızın istiliyinə görə də dəyişə bilər. Və soyumasını gözləmədən bankalara yığıram. Sonradan bəzi yerlərdə oxudum ki, soyuduqdan sonra da bankaya yığmaq olar, amma mən isti-isti yığdım. Dəyərli dostlar, videolarıma baxıb, bəyənib, rəy yazdığınız üçün hər birinizə çox təşəkkür edirəm. Sizin sayənizdə kanalım günü-gündən daha da inkişaf edir. Yaxşı ki, varsınız. İsti-isti yığdıqdan sonra qapağını çip bağladım və tərs çevirdim. Bu qədər turşumuz qışa hazırdır. Soyuyandan sonra soyuducuda saxlamaq daha məsləhətdir. Sərin yerdə saxlasanız yaxşı olar. Sərinlər düşdükdən sonra soyuducudan çıxarıb istədiyiniz yerdə saxlaya bilərsiniz. Çox dadlı olur, hazırlamağınızı tövsiyə edirəm. Balığın yanında, yeməklərdə, ətlərə vurmaq üçün istifadə edə bilərsiniz. Çox-çox ləzzətli alınır. Turşuları soyuyana qədər adyalın arasında bükdüm və bu da nəticə. Soyuduqdan sonra gördüyünüz kimi rəngi, qatılığı mənə görə çox gözəldir. Siz də fikirlərinizi yazın. Biz tərəfdə dediyim kimi palçıq turşusu deyirlər. Bəs siz buna nə deyirsiniz? Rəylər bölməsində qeyd edin. İzlədiyiniz üçün təşəkkürlər. Hələlik.